Hörmətli izləyicilər, hal-hazırda gördüyünüz ECA Gelius Plus modelində isti su problemi var idi. Bunlarda, bu kombilərdə ənənəvi olaraq bunlarda belə bir turbindi yanır. Burada. Bu daim tutulma belə xarakterli bir turbindidə. Ya onu dəyişmək olur, çox vaxt olur ki, o bölünür, 2-3 hissədən ibarətdir. Sınır onu artıq ya kleyləməyə, ya bacarırsa kleyləmək və ya yenisi ilə əvəz eləmək olur. Amma mən indi hal-hazırda, Allah həmd olsun, kislata ilə, yəni aparat vasitəsilə kislata yudu, esenjoru və məlum oldu ki, turbin tutulub. Yəni heç nə olmuyor, turbinə sadəcə olaraq tutulub və elhamdülillah açıldı. Yoxladım, sabit şəkildə işləyir və yumanı davam elətdirirəm daha doğrusu. Və sizin ECA Gelius Plus'da isti su və ya digər problemlərlə bağlı bir şikayətiniz varsa, hal-hazırda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Nömrələrlə əlaqə saxlayın. Videonu bəyənin. Faydalı oldusa kanala abunə olmağı unutmayın. Diqqətinizə görə sağ olun.